qaldı. Bəli, qol vurmaq olar. Bu komandaya qol vurmaq olar. Hətta qalib də gələ bilərik. İnanaq buna. Futbolçularımız ən çox inansınlar buna. Çünki meydanda hazırda onlardılar. Rauf Əliyev, Abuşov. Top rəqi futbolçu edir. Hücum davam edir. Rahid Əmirquliyev. Və gol! Gol! Mükəmməl bir gol Ramatkanda. Azərbaycan komandası hesab açır. Bəli, bunu bildirmişdik. Gol vura bilərik. Qalib gələ bilərik və Rahid bunu tamamladı. Dudavat meyustu. Gol! Bütün Ramatkan sustu bu goldan sonra. Sevilən tərəf bizi azarkeşlərimizdir. Baxmayaraq ki, səfərdə oynayırıq. Həqiqətən də bu komandanı məğlub edə bilərik. Rauf Əliyevin və Ruslan Abuşovun fəallığı sayəsində hücumumuz davam etdi. Rahid Əmirquliyev mükəmməl bir gol. Mükəmməl bir gol. İkinci hissəyə Bravo. əla başlayırıq. Ruslanın qüvvətli zərbəsi Albermandan qayıtdı və Bu Rahid Əmirquliyevin yubiley qarşılaşmasında ilk goludur. 30-cu oyununda ilk özü də necə gol? Necə gol? 35 yaşlı Dudu Avatı belə məyus edir. Mükəmməl gol. Bravo Rahid. Azərbaycan komandasının kapitanı fərqləndi. 61-ci dəqiqədə hesab